Qərbi Kasp Universitetində kompüter elmlərində yeni tədqiqat metodologiyaları və Sənaye Akademiya əməkdaşlığının müasir modelləri mövzusunda beynəlxalq simpozium keçirilib. Məqsəd, kompüter elmləri, süni intellekt və Sənaye Akademiya əməkdaşlığı sahəsində ən son yenilikləri müzakirə etmək, müxtəlif ölkələrdən alim və mütəxəssisləri bir araya gətirmək olub. Kompüter elmlərində yeni tədqiqat metodologiyaları və Sənaye Akademiya əməkdaşlığının müasir modelləri mövzusunda beynəlxalq simpoziumda tanınmış alimlər iştirak edib. Dünyanın top 2% alimləri siyasında yer alan Basim Xan, Pakistanın Okara Universitetinin professoru Umeyr Şahzad, Hindistanlı alim Savan Samanta, eləcə də Türkiyə Milli Müdafiə Universitetinin professoru Muhammed Devici süni intellektin müxtəlif sahələrə təsirlərindən danışıblar. Mən Qərbi Kaspi Universitetində həm müəllim, həm də mütəxəssis kimi fəaliyyət göstərirəm. Süni intellekt və onun müxtəlif tətbiqləri sayəsində tədqiqat aparıram. Həmçinin müəllim olaraq süni intellekt texnikası modulu üzrə dərs aparıram. Onun çərçivəsində biz bakalavr pilləsində oxuyan tələbələri müxtəlif layihələrə cəlb edirik. Tədbirdə süni intellekt, data elmləri və müasir tədqiqat metodologiyalarına dair müzakirələr aparılıb, elmi təqdimatlar və təcrübə mübadiləsi sessiyaları keçirilib. Simpozium ərəfəsində universitetdə 3 yeni laboratoriya, diptek, süni intellekt, data analitika və şəbəkələşmə, həmçinin kompüter mühəndisliyi laboratoriyaları istifadəyə verilib. Yeni mərkəzlər tədqiqat infrastrukturunun daha da gücləndirilməsinə xidmət edir. Qərbi Kasp Universiteti bu tədbirlə beynəlxalq elmi əlaqələri genişləndirmək və ölkədə yüksək texnologiyalar sayəsində innovativ yanaşmaları təşviq etmək niyyətini bir daha nümayiş etdirib.